Son zamanlar manatın məzənnəsi ilə bağlı müzakirələr yenidən aktivləşib. Tanınmış iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, dolların dünya bazarlarında ucuzlaşması və ya bahalaşması manatın başqa valyutalara nisbətdə devalvasiya və ya revalvasiyaya məruz qalmasına səbəb olur. Mövcud vəziyyət manat üçün devalvasiya riski yaradırmı? Global Info.az danışan iqtisadçı Emin Qəribi bildirib ki, bu günlərdə dolların dəyərdən düşməsi təbiidir. Onun sözlərinə görə, belə hallar əvvəllər də olub. 1990-cı illərdə də kritik enişlər müşahidə olunub. Yəni bu, iqtisadiyyat üçün normal prosesdir. Əgər məzənnəyə baxsaq, həm nominal, həm də real baxımdan görərik ki, dolların dəyərinin azalması qaçılmazdır. Bu proses inflyasiya və indeksasiya ilə birbaşa əlaqəlidir. İnsanlar bunu gündəlik həyatlarında da müşahidə edirlər. Prosesin qarşısını almaq mümkün deyil. İqtisadiyyatın təbiəti elədir ki, pul dəyərdən düşür və buna qarşı durmaq mümkünsüzdür. Hər hansı bir valyutada pul saxlasanız da, onun alım qabiliyyəti zamanla azalacaq. Buna görə də pulunuzu sadəcə saxlamaqla deyil, onu kapitala çevirərək gəlir gətirəcək şəkildə yatırım etmək vacibdir. Bu, pulun iqtisadi dövriyyədə faydalı olması üçün ən düzgün yoldur. İqtisadçının sözlərinə görə, Azərbaycanda devalvasiya ilə bağlı ciddi əlamətlər hələlik görünmür. Valyuta ehtiyatlarımız davamlı artır. Əlbəttə, dünya iqtisadiyyatında problemlər mövcuddur. Dolların da dəyəri dəyişir. Neftin qiymətində dalğalanmalar var. Neft hasilatı və ixracatı bəzən azalır. Ancaq bütün bunlara baxmayaraq, hökumətin maliyyə imkanları kifayət qədər güclüdür. Ehtiyatlar artır və maye likvidlik təmin olunub. Bugünkü gündə müəyyən təzyiqlər var, lakin hökumət bunlara qarşı adekvat tədbirlər görür və iqtisadi stabilliyi qoruyur.